Salam, hər vaxtınız xeyir olsun. Bugün OTK sınavının izahına baxırıq. Biologiya sual 1. Diaqramda sağlam qidalanan bir insanın gündəlik enerji ehtiyacını ödəmək üçün istifadə etdiyi yağ, zülal və karbohidratların maksimum miqdarlarının nisbəti verilmişdir. Baxıram ki, yağ maksimum miqdarı 100 qramdır, zülalda 85 qramdır. Karbohidratda isə 500 qram olduğuna görə, demək ki, Z karbohidratdır. Y-imiz olacaq zülal, X-imiz olacaq yağ. Və bizə birinci sualda deyilir ki, doğru ifadələri tapın. 1 qram X maddəsi, yəni yağ tam parçalandıqda ayrılan enerji eyni miqdarda karbohidratın tam parçalanmasından ayrılan enerjidən çoxdur. Bu fikir doğrudur. Çünki onun 1 qramı yağda 1 qram 38,9 kilojoule enerji verdiyi halda zülal və karbohidratlarda 1 qramının parçalanmasından 17,6 kilojoule enerji ayrılmış olur. Buna görə də eyni miqdarda olan yağ karbohidrata baxmış daha çox enerji verəcək. Y maddəsinin monomerləri amin turşulardır. Y maddəsi zülal olduğuna görə bu fikir doğrudur. Z maddəsinin tərkibində gliserin və yağ turşuları daxildir. Z karbohidratdır, onun monomeri qlikozadır, ona görə bu fikir yanlışdır. Dördüncü, X duru və ya bərk halda olan polimer maddədir. Bəli, X yağdır. Doğrudan da yağın durusu var, bərki var. Amma polimer deyil, o mürəkkəb maddədir ancaq. Ona görə 4 də yanlışdır. Cavabımız 1-2, B variantı olacaq. Şəkildə mitoz bölünməyin müəyyən bir fazası göstərilmişdir. Bu canlının qametində neçə atosom, xromosom olar? Mitoz bölünmənin biz bilirik ki, artıq şəkildən də diqqət yetirdikdə anafaza mərhələsi olduğu bilinir. Anafaza mərhələsində xromosom sayı 4-ə bərabər olur. Şəkildə də saydıqda görürük ki, 8 dənə xromosom var. Qametinin atosomu istədiyinə görə onu enini tapdıqda 4-ə bölürük. Qametində 2 xromosoma rast gəlinəcək. Enin qarşısındakı ədədi çıxdıqda biri cinsiyyət xromosomu olar, digər biri isə onun autosom xromosomu olacaq. Bizdən də ki, qametdəki autosom xromosom sayını istəyir deyə cavabımız D variantı olacaq. Orta nisbi molekul kütləsi 360.000 olan DNT molekulu. Baxaq görək DNT molekulunda bir nukleotidin kütləsi 300 AKV-yə bərabərdirsə, ümumi olaraq nə qədər DNT molekulunda nukleotidə rast gəlinər? Deməli, DNT-də 1200 nukleotidə rast gəlinər. Əgər bunun 400-ü sitozindirsə, təbii ki, 400 də guanin olacaq. Yəni 800 dənəsə adenin, sitozin və guaninin cəminə düşür. 1200-dən 800-ü çıxdıqda 400 ədədi adenin və timinin cəminə olacaq. Və bizdən soruşur ki, bu molekulda maksimum neçə nukleotid 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edər? Biz bilirik ki, guanin və sitozin maksimum əgər zəncirin ortasında olarsa 5 rabitənin əmələ gəlməsində, minimum isə zəncirin kənarında olarsa 4 qat rabitənin əmələ gəlməsində iştirak edər. Adenin və timin zəncirin ortasında olduqda maksimum 4 rabitəni, zəncirin kənarlarında olduqda isə minimum 3 rabitənin əmələ gəlməsinə iştirak edər. Bizdən də maksimum 4 ədəd rabitə istədiyinə görə biz zəncirin ortasına DNT molekulunda adeninlə timinləri yerləşdirərik. Adenin timin arasında 2 qat rabitə və adeninlə timinin yuxarıdakı nukleotidlərlə və aşağıdakı nukleotidlərlə birləşməsi nəticəsində gördüyünüz kimi 4 qat rabitə əmələ gəlmişdir. Və ən uclara isə maksimum alınsın deyə guanin və sitozinləri yerləşdirərik. Guanin və sitozinlərin arasında 3 qat rabitə və yuxarı ilə əlaqəsi şəklində bir rabitə əmələ gətirir. Kompleks sitozin, guanin 4 qat rabitənin əmələ gəlməsində iştirak edəcək. Əgər adeninlə timinin cəmi 400-ə bərabərdirsə, üstəgəl kənardakı guanin və sitozinləri də cəmləsək, cəm 404-ə bərabər olmuş olacaq və cavabımız A variantı olacaq. İnsanın gövdə skeletinə bilirik ki, onurğanın fəqərələri aiddir. Onurğa sütunun fəqərələri plus qabırğa 24 dənə və 1 dənə də döş sümüyü aiddir. Kompleks gövdə 2 dənə çanaqla birləşir ki, çanaq yastıdır. Yuxarıdan bir dənəənsə ilə birləşir ki,ənsə də yastıdır. Və bir də yuxarı ətrafın qurşaq sümüyü olan 2 dənə körpücük sümüyü ilə birləşir ki, bu da qarışıq sümüklərə aiddir. Və beləliklə cavabımız D variantı uyğundur ki, gövdə skeleti yastı sümüklərlə birləşmə əmələ gətirir.
Biz bilirik ki, onurğa ümumiyyətlə mərkəzi sinir sistemində ara neyronlarının nəinki cisimləri, həmçinin dendriti də, cismi də, aksonu da mərkəzi sinir sistemindən kənara çıxmır. Orada boz maddənin əmələ gəlməsinə iştirak edir. Mərkəzi sinir sistemində dedikdə biz bilirik ki, baş beyin və onurğa beyni nəzərdə tutulur. Ona görə 2 və 5-ci cavablar doğru olar ki, baş beynin boz maddəsi və onurğa beynin boz maddəsinin əmələ gəlməsində iştirak edər. 2 və 5 cavabımız A variantı olar. Toxumlu qıcların yox olduğu geoloji dövr Trias dövrüdür. Trias dövründə tozlayıcı həşəratlar meydana çıxdı. Tozlayıcı həşəratlar təbaşirdə meydana çıxdı. Dişlərin ixtisaslaşması Permdə baş verdi. Quyruqlu lemurlar meydana çıxdı Paleogendə. Dipteropiteklər meydana çıxdı Neogendə. İstiqanlılıq meydana çıxdı Triasda ilk dəfə məməli heyvanlar, ilk məməli heyvanlar yarandığına görə istiqanlılıq elə Triasda meydana çıxmış olacaq. Ərik bilirik ki, əriyin çiçək düsturu gül çiçəklər fəsiləsinə aiddir. K5, L5, E sonsuz və D1 şəklindədir. Yəni biz bu çiçək düsturuna, çiçək formuluna baxaraq hansı fikri bildirmək olmur. Mən baxıram ki, 2 qat çiçək yanlıqlı olduğu həm kasasını görürəm, həm ləçəyini, yəni bunu deyə bilərəm. Tam çiçəkdir, çünki kasası var, ləçəyi var, erkəkciyi var, dişiciyi varsa bu da doğrudur. İki cinsli çiçəyə malikdir. Baxıram ki, erkəkciyi də var, dişiciyi də varsa, deməli iki cinsli çiçəyə malikdir. Meyvə əmələ gətirə bilər. Bəli, dişiciyi varsa meyvə də əmələ gətirə biləcək. Amma mən nə bilirəm ki, onun əsas hissəsi olan erkəkcik və dişicik çiçək yatağının üzərindədirmi, kənarındadırmı? Ona görə A variantını demək olmur. Seçenova görə baş beyin reflekslərinin ikinci hissəsi refleks qövsünün neçənci hissəsinə uyğundur. Biz bilirik ki, refleks qövsünün birinci hissəsi reseptordur. İkinci hissəsi hissi yoldur. Üçüncü hissəsi mərkəzi sinir sistemidir. Dördüncü hissəsi hərəki yoldur. Sonuncu hissəsi isə işçi orqandır. Seçenova görə isə birinci hissə reseptor sahəsidir, ikinci hissə mərkəzi sinir sistemidir, üçüncü isə işçi orqandır. Buna görə də Seçenova görə baş beyin reflekslərinin ikinci hissəsi mərkəzi sinir sistemi, refleks qövsünün görürük ki, üçüncü hissəsinə uyğun olmuş olacaq. Yəni 8-də D variantı olacaq. Növbəti sualımıza baxaq. Üzərində yarpaq olan zoğ kəsilərək göy rəngli mürəkkəblə rənglənmiş suya qoyuldu. Bir neçə gün sonra zoğ məhluldan çıxarılır, eninə və uzunluğuna kəsiyi müşahidə ediləndə aşağıdakı nəticə meydana çıxır. Gördüyümüz kimi kəsiyin kökü yoxdur, sadəcə üzərində yarpaqları var. Kambi qatının fəaliyyətini müəyyən etməkdir. Yəni, kambi qatının fəaliyyətini niyə müəyyən edək? Çünki rənglənmiş su gövdə boyunca yarpağın sorucu qüvvəsi nəticəsində gövdənin oduncaq hissəsi ilə, oduncaq borucuqlarla yuxarı qalxacaq. Kambi qatının bir funksiyası var ki, törədici funksiya yerinə yetirir. Qeyri-üzv maddələrin gövdənin hansı qatında hərəkət etdiyini müəyyən etməkdir. Bəli, məqsəd B variantı olacaq. Çünki qeyri-üzv maddələr, yəni su və mineral duzlar gövdənin oduncaq borucuqları ilə necə hərəkət etdiyi və gövdənin hansı hissəsinin boyandığını müəyyən etmək üçün bu təcrübə aparılacaq. Kök təzyiqinin maddələrin daşımasında rolunu müəyyən etməkdir. Kök olmadığına görə kök təzyiqini də müəyyən edə bilmərik. Üzv maddələr gövdədə hərəkət etdiyi boruları müşahidə etməkdir. Üzv maddələr, yəni biz bilirik ki, yarpaqda arzulanmış üzv maddələr gövdənin qabıq hissəsinin daxilində olan floema boruları vasitəsilə yuxarıdan aşağıya doğru daşınmış olur. Yarpaqlar tərəfindən suyun buxarlandırılmasını müşahidə etməkdir. Xeyr, yarpaqların suyu buxarlandırılmasını müşahidə etsəydik, yarpaqlardan hər hansı birinin şüşənin içərisində olması gərəkirdi və şüşənin içərisində də damcılar olmalı idi ki, biz onun haqqında fikir söyləyək. Amerika alimi Barbara McClintock'un ilk dəfə xromosom xəritəsini tətbiq etdiyi qarğıdalı bitkisinin seleksiyasında uğur qazanan alim təbii ki, Kachinov olmuşdur. Yəni D variantıdır. Şəkildə quşun bir orqan sisteminə aid orqanlar təsvir edilmişdir. Gördüyümüz kimi sümük sistemi verilmişdir. Sümük sistemi quşun verilən orqan sisteminin kütləsi döş əzələsinin kütləsinə bərabərdir yazılan
döş əzələsi yazıram. Döş əzələlərinin, bax görürsüz burada tək halda deyir, burada isə hər ikisini də söylüyor. Döş əzələlərinin deyir. Deməli 2 döş əzələsinin kütləsi isə digər əzələlərin kütləsinə bərabərdir. Əgər dayaq hərəkət aparatının kütləsi 300 qram olarsa, şəkildə verilən orqanlar sisteminin kütləsi neçə qram olar? Əgər biz döş əzələsinin kütləsini x götürsək, deməli sümük sistemi də x-dir. 2 döş əzələsi 2x olacaq. Deməli digər əzələlərimiz də 2x-ə bərabərdir. Dayaq hərəkət aparatı nədən ibarətdir? Sümük sistemindən, bir də əzələ sistemindən ibarətdir. Ona görə də sümük sisteminin üstünə gələrəm 2 dənə döş əzələsini, pilosdakı digər əzələləri üstünə gələrəm, bərabər edərəm 300-ə. 5x-imiz bərabərdir 300-ə, x-imiz bərabərdir 60-a. Biz də baxırıq ki, sümük sistemi x-ə bərabərdir. Deməli, bizim cavabımız elə 60-a bərabər olmuş olacaq. Keçirik. Hansı rəqəmlə verilən yosunlar dəniz və okeanların 200 metr və daha çox dərinlikdə yaşaya bilər? Söhbət qırmızı yosunlardan gedir. Birinci porfira qırmızı yosundur. İkinci makrosistis qonur yosundur. Üçüncü qırmızı yosundur. Dördüncü laminariya qonur yosundur. Sonra beşinci isə yenə də qırmızı yosunlara aiddir. Yəni porfira, rodimeniya və filofora göstərilmişdir. 1, 3, 5 cavabımız Y variantı olacaq. Sonra 13-cü sual. Canlı stigmaların sayı, qarınca boğumlarının sayı. Həşərat verilibdir bizə. 20 dənə stigma hər boğumda 2-2 yerləşdiyini nəzərə alsaq, deməli 10 dənə stigması olan boğum var. Biz bilirik ki, stigmaları hesabladıqda bir axırıncı döş boğumunu, daha doğrusu axırıncı qarıncıq boğumunu, bir də birinci döş boğumunu çıxırıq. Yəni ümumilikdə 12 dənə boğum var imiş, amma birinci döş boğumuna çıxmışıq, sonuncu qarıncıq boğumuna çıxmışıq. Ümumilikdə 10 boğumu 2-yə vurub stigmanın sayını tapmışıq. İndi 12 dənə boğum, döş boğumu plus qarıncıq boğumu 3-ü, yəni döş boğumundan 3 boğum, bir də qalanı qarıncıq boğumunun tərkibinə daxildir. Bu zaman 12 boğumdan 3-ü çıxarıb 9 dənəsi qarıncıq boğumuna aid olmuş olacaq. Həm göbələyin, həm də virusun törətdiyi xəstəlikdir. Biz bilirik ki, Dəmirov xəstəliyi həm göbələk, həm də virus xəstəliyidir. Şəkildə ağız suyu vəzləri haqqında hansı ifadə yanlışdır? Baxırıq ki, qulaq dibi, çənəaltı, dilaltı, ağız suyu vəzləri göstərilmişdir. Boşluq həzmində iştirak edirlər fikri doğrudur, sayları cütdür, bədən boşluğuna şirə ifraz edir, doğrudur. Zülalları parçalayan ferment sintez edirlər fikri yanlışdır, zülal yox, karbohidrat olmalıydı. Bu fikir də doğrudur, çünki karbohidratları parçalayan ferment sintez edirlər. Pitekantrop ən qədim insanlara aiddir. Ən qədim insanlara aiddir. Əkinçiliklə məşğul olmayıblar, kramanyonlar əkinçiliklə məşğul olublar. Çənaltı çıxıntıya malik deyirlər doğrudan da, ona görə də danışa bilmirdilər. Saxsıdan müxtəlif qablar düzəldirdilər, bunlar kramanyonlar idi. Növbəti sualımıza baxırıq. Heyvanların neçəsində bilavasitə atmosferdən aldığı oksigen qazı hüceyrələrinə qanla daşınır? Baxırıq ki, atmosferdən tənəffüs edənlər və qanla ümumiyyətlə qaz daşınmayanlar bir həşəratlardan kəpənəkdir, bir də çəyirtkədir. Atmosferdən tənəffüs alır və qanla daşınır hüceyrələrə. Atmosferdən tənəffüs alır və qanla daşınır. Qəlsəməsi olduğuna görə sudakı oksigeni alır, amma yenə də oksigen qan vasitəsilə hüceyrələrə daşınır. Cavabımız X-ində olacaq D variantı. Hansı ifadə doğru deyildir? İnsan asqaridi normal həyat dövriyyəsi zamanı insanın, gəlin xatırlayaq, bağırsaq divarına deşirdi, bağırsaq kapilyarlarına keçirdi, bağırsaq kapilyarlarından bağırsaq venasına, qaraciyərin qapı venası ilə qaraciyərin kapilyarlarında mövcud olurdu. Qaraciyərin venası ilə çıxaraq aşağı boş venaya qoşulur. Oradan ürəyin sağ qulaqcığına, sonra sağ mədəciyində var olurdu. Ağciyər kötüyü ilə çıxaraq sağ və sol ağciyər arteriyalarına keçid edir. Ağciyər kapilyarlarından ağciyər alveollarına keçərək orada qıcıqların yaranmasına səbəb olur. Demək ki, ağciyərin arteriyasında və kötüyündə mövcud oldu, amma ağciyərin venasında mövcud olmayacaq.
Yəni cavabımız C variantı olacaq. Qadının uşaqlıq borularında ovulyasiya baş verir fikri yanlışdır. Çünki yumurtalıqda olacaq. Cinsiyyət hormonları yumurtalıqda olacaq. Yumurta hüceyrə tam yetişir, bu uşaqlıq borusunda olacaq. Sarı cisim bilirik ki, yumurtalıqda, dölün inkişafı uşaqlıqda gedəcək. Cədvəldə kəlləllər yarım tipinə aid A və B canlılarının bəzi xüsusiyyətləri verilmişdir. Verilənlərə əsasən hansı ifadə yanlışdır? Bədən temperaturu sabitdir A canlısında. Ürək kameralarının sayı 4-dür. Postembrional inkişaf tipi düzünədir. Sidik hissəsi yoxdur. Deməli, A-da quşlardan söhbət gedir. Sabit deyildir, 3-dür. Postembrional inkişaf dolayıdır. Sidik hissəsi vardır. Amfibilərdən söhbət gedir. B canlısı kloakaya malik ola bilər. Bu fikir amfib olduğuna görə düzdür. B canlısının mayalanması daxilidir fikri yanlışdır. Çünki amfibilərdə mayalanma kürləri tökülür və xaricdə getmiş olur. Nümayəndələri atomların birinci növ biogen miqrasiyasını həyata keçirir. Birinci növ biogen miqrasiyanı bir hüceyrəlilər həyata keçirir. Bakteriyalar, ali bitkilər yanlışdır. Çünki onlar ali bitkilər, ali sporlu və ali toxumlu olmaqla iki yerə bölünürdü. Çox hüceyrəli idilər. Xordallar çox hüceyrəlidir. Birinci növ biogen miqrasiyasını həyata keçirir deyirsə, biri də olacaq göbələklərin mayası, mukoru. Ona görə cavabımız 1-4 Y variantı olacaq. Sonra 22-ci sual. Arteriyalarında dövr edən qan növlərinin sayı, normal, inkişaf etmiş göz qapaqlarının sayı, ürək boşluqlarında dövr edən qan növlərinin sayı, heyvanların X plus, Y plus, Z cəmi arasındakı münasibəti müəyyən edin. İndi gəlin hər biri üçün ayrılıqda X-i tapaq. Deməli, arteriyalarında dövr edən qan növlərinin sayı pişiklərdə 2-dir. Qurbağalarda 3-dür, həm arterial, həm venoz, həm də qarışıq qan dövr edir. Quşlarda isə 2-dir. Normal inkişaf etmiş göz qapaqlarının sayı olacaq. Hərəsində 2, 4 dənədir. Qurbağada 6 dənədir, quşlarda 6 dənədir. Çünki onlarda qırpma pərdəsi də vardır. Ürək boşluğunda dövr edən qan növlərinin sayı pişikdə 2 dənədir. Arterial və venoz, qurbağada 3 dənədir. Arterial, venoz qarışıq. Quşlarda 2 dənədir. Arterial və venoz qan olmaqla. Deməli, pişiklərdə 8 dənədir. Qurbağada 12 dənədir. Sonra quşlarda isə 10 dənədir. Yəni ki, ən çox olan ikincidir, sonra böyükdür üçüncüdən, o da böyükdür birincidən. Yəni cavabımız 22-də C olacaq. Təsvir olunan metamorfoz prosesində 1. Hiss orqanlarının müxtəlifliyi artır. Biz bilirik ki, yəni qurbağadan çömçəquyruq və sonra qurbağaya doğru gedən sikldə, metamorfoz prosesində əvvəl çömçəquyruqda yan xətt orqanı da var idi. Sonra isə qurbağaya yetkinləşəndə yan xətt orqanı yoxa çıxır, yəni azalır. Ürək məədəciklərinin sayı artır. Ürək məədəcikləri ilə 1 idi, 1 də qalacaq. Qan dövranlarının sayı, bir qan dövranı çömçəquyruqdaydı, 2 qan dövranı qurbağada oldu. Barmaqlı ətrafların sayı artır. Bəli, ümumiyyətlə çömçəquyruqda ətrafı yox idi, amma qurbağalarda sona yaxın 4 dənə ətraf və onların da hərəsində barmaqlar meydana çıxdı. Burun dəliklərinin funksiyası artdı. Bu fikir doğrudur, çünki burun dəliyi suyun qoxusunu bilmək üçün idi, sonradan isə həm də tənəffüsdə iştirak etdi. Ürək boşluğunda olan qan növlərinin sayı azalır. Əksinə artır. Çünki çömçəquyruqda bir venoz qan olurdu. Amma qurbağanın ürəyində həm venoz, həm arterial, həm də ki qarışıq qana rast gəlinirdi. Cavabımız olacaq 3, 4, 5. Badımcan bitkisinin çiçək düsturuna əsasən çiçəyə əmələ gətirən bitişik hissələrinin sayları cəmi, bitişik olmayan hissələrin saylarının cəmindən 8 ədəd çoxdur. Badımcan bitkisi olacaq K5, L5, Y5, D1. Gördüyünüz kimi kəsal ləhçək erkəkcik strukturları bitişikdirlər. Dişicik isə sərbəstdir. 3 dənə struktur bitişikdir, bir dənəsi sərbəstdir. Deməli, fərq 2-yə bərabər olanda bir çiçəkdən söhbət gedirsə, 8 ədəd çox olduqda x bərabərdir 4 çiçəkdən söhbət gedəcək. Və bizə deyir ki, hər bir çiçəkdə, hər bir dənə çiçəkdə rüşeyin kisələri əmələ gələn zaman 63 hüceyrədə mitoz bölünmə məruz qalır. Deməli,
Belə eləyək də, əgər bir çiçəkdə, bir yumurtacıqda 7 dənə mitoz bölünmə baş verirsə, 63 mitoz bölünmə olacaq 9 dənə yumurtacıqda. Deməli, bir çiçəkdə 9 yumurtacıq varsa, bəs 4 dənə çiçəkdə cəmi neçə dənə yumurtacıq var? 36 dənə yumurtacıq var. Sonra da bizə deyir ki, mayalanmada bilavasitə iştirak edən qametlərin maksimum sayını hesablayın. Bir yumurtacıqda 3 dənə qamet iştirak edərsə, bəs 36 dənə yumurtacıqda neçə qamet iştirak edər? X bərabərdir, olacaq 108. Deməli, cavabımız 24-də 108-ə bərabər olmuş olacaq. Yumurta hüceyrədə Y cinsiyyət xromosomu ola bilər. Toyuğun 1, pişikdə xeyir, qurbağanın xeyir, İlanın sürünən olduğu üçün bəli, şimpanzə xeyir, kəpənək bəli. Biz bilirik ki, dişi heteroqamet olanlar quşlar, əksər sürünənlər və kəpənəklər bu şəkildədir. Ona görə də cavabımız 1, 5, 6 olacaq. Erkək qıjının cinsi nəsli spordan başlanğıc alır. Bəli, protal sporun torpağa düşərək əlverişli şəraitdə cücərməsi nəticəsində yaranır. Yetkin fərdi üzərində qamet əmələ gəlir fikri yanlışdır. Qametlər cücərtinin üzərində əmələ gəlir. Spor yetkin fərdin üzərində əmələ gəlir. Yerüstü gövdəsi olmadığına görə heç bunu axıra qədər oxumuruq. Kök sisteminə əlavə və yan köklər daxildir. Bəli, saçaqlı kök sistemi var. Yetkin fərdinin yarpaqlarının alt hissəsində sporangilər inkişaf etmişdir fikri də doğrudur. Deməli, cavabımız 26-da 1, 4, 5 olacaq. 27-ci sualımıza baxırıq. Uyğunluğu müəyyən edin. Növləri zülal və nuklein tuşların tərkibi və quruluşuna görə fərqləndirməyə imkan verir. Təbii ki, biokimyəvi kriterdən söhbət gedir. Növlərin müəyyən ekoloji mühit şəraitində yaşamasına əsaslanır. Təbii ki, söhbət ekoloji kriterdən gedir. Növləri xarici və daxili quruluşunda olan fərqlərə görə müəyyən edir. Bu olacaq, daxili və xarici quruluşunda olan fərqlərə görə morfoloji kriteri, yəni D variantı olacaq. Keçək 28-ci sual. Cədvələ əsasən daha çox sayda tripletlərlə kodlaşdırılan amin turşularının adlarını yazın. Baxın, şəkildən də gördüyünüz kimi leysinlər, sonra serinlər, sonra argininlər, yəni daha çox tripletlə kodlaşdırılır. Yəni leysin, serin, arginin olacaq cavabımız. Cədvəldə mənfi ilə işarə olmuş xanaya uyğun gələn DNT, RNT tripletlərinin funksiyalarını yazın. Biz bilirik ki, DNT-də genlər arasında yerləşən o stop kodlar genlər arasındakı fərqliliyi bildirir. Yəni, hər bir gen arasında bir boşluq yaranır ki, stop kod vasitəsilə. Bu da hər bir genin başqa-başqa zülallar haqqında məlumatı özündə kodlaşdırdığını bildirmək üçündür. RNT tripletlərində olan stop kodonlarının funksiyası isə ribosomda zülal sintezi zamanı zülalın sintezinin bitdiyini bildirmək üçün stop kodonlar gəlir ki, onlara uyğun da nəqliyyat RNT-si və amin turşuları olmur. Axırda da ki, zülalın sintezinin bitdiyi anlaşılır. Cədvəli tamamlayın. Əksər zülal zəncirlərinin əvvəlində yerləşən amin turşusu biz bilirik ki, metionindir. Metioninin RNT-dəki kodu AUG-dur. Onun DNT-dəki kodu isə TAS-dır.